Baş nazirin sabiq birinci müavini Abbas Abbasov Mehdiyev işi çərçivəsində axtarışa verilib. Bunu sizə bu xəbər vermişdi və Abbas Abbasovla bağlı qəribə məlumatlar əldə edilib. Əvvəlcə qeyd olunur ki, Abbas Abbasov 1949-cu il avqustun 4-də Gəncədə anadan olub, 71-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib, həmin il Respublika Baytarlıq Laboratoriyasında baytar həkim kimi əmək fəaliyyətinə başlayıb, 72-73-cü illərdə hərbi xidmətdə olub, 73-cü ildən Abşeron rayonunun quşçuluq sənayesi sahəsində baytar həkim, sex rəisi, 1979-82-ci illərdə Bakının broiler fabrikinin direktoru, 82-ci ildən Özbəkistan Respublikasının quşçuluq təsərrüfatlarında direktor müavini, 1983-1989-cu illərdə Özbəkistan SSR Dövlət Quşçuluq Sənayesi Komitəsi sədrinin müavini, 89-cu ildən Abşeron Quşçuluq Aqrar İstehsalat firmasının baş direktoru, 90-91-ci illərdə Abşeron rayon partiya komitəsinin birinci katibi və icraiyyə komitəsinin sədri, Azərbaycanın dövlət müşaviri vəzifələrində işləyib. Və bundan əlavə 1990-95-ci ildən Azərbaycan Respublikasının xalq deputatı olub, 92-ci ildən Azərbaycan Respublikası baş nazirinin birinci müavini vəzifəsində çalışıb. Bu dövr ərzində bir neçə dövlət komissiyasının sədri olub. 2006-cı ildə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilib. İstefaya çıxandan sonra Azərbaycanı tərk edərək Rusiyaya köçüb və burada yaxın dostu AST Şirkətlər Qrupunun prezidenti Telman İsmayılovun yanında fəaliyyətə başlayıb. Şirkətin vitse-prezidenti təyin edilib. 2013-cü ildə Rusiya Xalqları Assambleyasının 6-cı qurultayında Assambleya Şurası sədrinin müavini seçilib. Bu dönəmdə onun Azərbaycana münasibətinin dəyişməsi haqqında xəbərlər yayılıb. Sərbəst güləş üzrə idman ustası olan Abbasov 15 il Azərbaycan Güləş Federasiyasına rəhbərlik edib. Ailəlidir, 4 övladı var. Oğlu Aydın Abbasov Gəncə şəhərinin 3-cü və 4-cü çağırış deputatı olub. Aydın Abbasov daha əvvəl Türkiyənin rəis ləqəbli kriminal avtoriteti Sedat Pekerlə dostluğu ilə gündəmə gəlib. Onlar biznes və digər məsələlərlə bağlı mütəmadi olaraq bir araya gəldikləri yazılır. Görüşdə AST Telmanın da iştirak etdiyi vurğulanır.